həmişə olduğu kimi Həzrət Əli əleyhissalamın münacatı ilə başlayacağıq. Bu münacatı mən başlamayacağam. Bu münacatı yenə də hacımızın o gözəl səsi ilə, o gözəl avazı ilə dinləyəcəyik bu gecə. Bu anlarda hər birimiz hacımızın o gözəl səsi üçün, o gözəl avazı üçün darıxmışıq, onun intizarındayıq. Ondan istəyirik ki, hal-hazırda olduğu o yüksək gözəl məqamdan, olduğu cənnətdən bizlərə də nəzər eləsin, bizlərə də bu gecələrdə dua eləsin inşallah. Əlinin münacatı ilə başlamaq istəyirəm. Mevlaya ya Mevlay, Entel Mevla ve enel abd, ve hel yerhamul abda illa'l Mevla.